məsləhətim oğlan analarınadır. Mənim də qızım yoxdur, 2 oğlum var və buna görə də mən bunları çox yaxşı bilirəm, keçmişəm. Əzizlərim, siz oğullarınız üçün məsləhətçi, müəllim, dost və onun birinci sevgilisi ömürlük qalacaqsınız. Ona verdiyiniz məsləhət, dərs, hər nə demisinizsə, o ömür boyu unutmayacaq. Amma bir gün gələcək, o deyəcək, ana, mən artıq uşaq deyiləm, özüm bilərəm. Bir gün gələcək, o hədiyyəni, gülü artıq başqa qadına verəcək. Bir gün gələcək, o başqa qadınla daha çox danışacaq. Sevdiyi qadınla. Əzizim, ana, üzülmə. Bu o deməkdir ki, sən hər şeyi düz eləmisən. Özünlə fəxr edə bilərsən. Heç şübhə etməginən ki, sən onun üçün əziz insan olaraq qalacaqsın. Axı sən onun həyatında birinci qadın, birinci sevgi, birinci müəllim, birinci dost olmusan. Bir gün sənin arxanda gizlənən balaca oğlan böyüyüb elə bir kişi olacaq ki, sən özün onun arxasında gizlənmək istəyəcəksən. Heç şübhə etməginən ki, hətta səni tərk edəndə, sevdiyi qadınla olanda, çətinliyə düşəndə və yaxud qəriblikdə olanda birinci yadına sən düşəcəksən. Çünki indi sən onun üçün güvən yerinə çevrilmisən. Sən hər şeyi düz edirsən. Belə.